Əlavə olaraq da bizdə belə bir sual verilib. Sualda deyilir ki, bu ifadəyə görə bunu hesablayın. Nə edəcəyik? İlk öncə verilən bu ifadəni buradan qeyd edək. Yəni a kvadrat minus 3a minus 1 bərabərdir 0. Verilən bu ifadədən mənfi 3a-nı keçirək sağ tərəfə. Yəni yazım ki, a kvadrat minus 1 bərabərdir 3a-ya. Daha sonra verilən bu ifadənin hər iki tərəfini a-ya bölə bilərəm. A-ya böləndə nə alacağım? Buradan yazıram. A kvadrat böl a. Bu bizdə verər a. Minus 1 böl a. Bərabər olar. 3a-nı a-ya bölsəm a-lar ixtisar gedər. Yerdə qalar 3. İndi nə edirəm? Bizdən a kubu minus 1 böl a kubu tələb edir deyə bunu götürüb kuba yüksəltmirəm. Bundan sadə bir şey eləyirəm. Verilən bu ifadəni buradan açılışını yazıram. Yəni a kubu minus 1 böl a kubunu açılış şəkildə necə yaza bilərəm? A minus 1 böl a birinci mötərizədə. O biri mötərizədə də a kvadrat. Üzərinə gəlinsin 1 böl a kvadrat. Və bir də bizdə buradan a vur 1 böl a. Yəni AB hasili var. A-nı da götürüb 1 böl a-ya vursaz, a-lar gedər ixtisar, yerdə qalar 1. O biri də gətirib yazıram bura. Üzərinə gəlinsin 1. İndi nə edirəm? Mən buradan görürəm ki, a minus 1 böl a 3-ə bərabər. Gətirib buna yazıram 3. Yəni bu ifadəyə. Amma bizdə a kvadrat plus 1 böl a kvadrat da var. Az əvvəl qeyd etdim ki, bunu bizdə kuba yüksəltməyə ehtiyac yoxdur. Çünki indi kvadrata yüksəltməliyik. Çünki bizdə burada kvadrat tələb edilir. Nə edəcəm? A minus 1 böl a-nı kvadrata yüksəldəcəm. Bu tərəfdə də 3 var deyə onu da kvadrata yüksəltsəm eləyər 9. İndi bunu yazsam açılışını verər a kvadrat, yəni a-nın kvadratı. Üstə gəlib b-nin kvadratı. 1 böl a-nın kvadratı verər 1 böl a kvadrat. Və bir də gəlinsin minus var idi daha doğrusu 2ab 2-ni a-ya onu da 1 böl a-ya vursaq alarıq 2. Bərabərdir 9. Onda mən buradan bu ifadəni nə tapıram? 2-ni bu tərəfə keçirsəm taparam 9 plus 2 yəni 11. İndi gətirib hazır şəkildə a kvadrat plus 1 böl a kvadratını yazın 11. Bu tərəfdə 3-ə bərabərdir. Onda nə alınır? 3 vurulsun. 11-in üzərinə də 1 gəlsək, burada bir dənə birimiz var idi. Eləyər 12. Bu hasil isə bizdə verir 36, yəni D variantı.